Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Kamil müəllim. Bu dəfə də Azərbaycan dilindən kanalımda sizin üçün maraqlı bir test tapşırığını izah eləməyə çalışacağam. İzaha keçməmişdən öncə hər kəsdən xahiş edirəm ki, kanalımdakı videoları bəyənin, paylaşın, hətta şərhlər yazın, kanalıma abunə olun və davamlı kanalımı izləyin. Kanalımda daim sizin üçün dəstək videoları çəkib paylaşacağam. Keçən sualımızın izahına, deməli, tərkibə görə təhlil baxımından məntiqi ardıcıllığı tamamlamaq lazımdır və məntiqi ardıcıllığı tamamlayan sözü müəyyən etmək lazımdır. Baxın, bizə burada 3 dənə söz verilib. Biri istəklilərimiz sözüdür. Sözü kök və şəkilçi ayırmaq lazımdır. Sözün kökü istəfeilidir. İstəfeilindən istəkinə isim düzəlib. İstək, istəkli, necə? Burada sifət düzəlib. Daha sonra cəm şəkilçisi qrammatik şəkilçidirlər və imiz də burada mənsubiyyət şəkilçisi kimi qrammatik şəkilçidir. Deməli, bu sözdə 2 leksik, 2 qrammatik şəkilçi var. Açıqlanmışdır sözünün kökü aç feilidir. Aç nə et feil, ancaq açıq necə? Feildən sifət düzəlib. Açıq sifətinə yenidən bir la şəkilçisi qoşularaq açıqla nə et feil düzəlmişdir. Açıqla feili düzəlmişdir. Açıqlamış keçmiş zamanın qrammatik şəkilçisidir. Dır üçüncü şəxs təkin xəbərli şəkilçisi kimi qrammatikdir. Ümumiyyətlə, dır şəkilçisindən sonra məstər şəkilçisi maq-mək artırmaq olarsa dır leksik olar. Yəni, biz burada açıqlamışdır, maq deyə bilmirik deyə, budur qrammatik şəkilçisidir. Aydın bir şəkildə görürük ki, xəbərli şəkilçisidir. Ələkdədir sözünün kökü əl isimidir. Əl isimindən ələ feili düzəlib. Ələ feilindən ələk ismi düzəlmişdir. Ələk də bu yerli halda olan bir sözdür. Yenə dir xəbərli şəkilçidir, üçüncü şəxsin təki. Deməli, bu sözlərin hər birində 2 leksik, 2 qrammatik şəkilçi var. Bizə də belə bir söz lazımdır. Baxaq, variantlardakı sözləri kök və şəkilçi ayırmağa çalışacağam. Birinci söz tapıntılardır sözüdür. Sözün kökü tapmaq feilidir. Tap, tapıntı. Feildən düzəlmiş isim, lar və dır qrammatik şəkilçi. Biri cəm, biri xəbərlik. Deməli, burada bir leksik var deyəndə bu bizə uyğun olmadı. Kimyagərlərin sözün kökü kimya sözüdür. Kimyagər. Yenə burada lər qrammatik, ində yəli hal qrammatik şəkilçi. Bir leksik var. Deməli, bu da düz gəlməz. Bildirkilərdir sözündə sözün kökü bil feili ola bilməz. Niyə ola bilməz? Çünki burada bildirki sözündən biz bilirik ki, bu zaman bildirən bildir zərfindən düzəlib. Bildir. Yəni, bilmək feilindən bildir. Zaman bildirən söz düzələ bilməz. Bildir özü kökdür. Deməli, bildir ki, zərfdən düzəlmiş sifətdir. Bildir nə zaman, bildir ki, hansı sifətdir. Burada da sifətə cəm şəkilçisi və xəbərlik qoşulub. Deməli, bir leksik şəkilçi var. Bu da bizə uyğun olmadı. Biçənəkdəkilər sözün kökü biçmək feilidir. Biçənək feildən düzəlmiş isim. İsimdən dəki şəkilçisi vasitəsilə biçənəkdə olmaz. Burada dəki parçalanmır. Sifət düzəldən leksik şəkilçidir. Ancaq burada bir qrammatik şəkilçi var. Ona görə bu da düz gəlmir. Köçürüləsidir sözün kökü köçmək feilidir. Burada köç feilini yazıram. Köç, ür. Burada köçürmək mənasındadır. Ona görə ür burada leksik şəkilçidir. Özündən sonra mək də artırmaq olur. Köç, köçür, ül. Köçürülmək. Bunlar leksik şəkilçidir. Ası, əsi feilin lazım şəklinin qrammatik şəkilçidir. Dır da xəbərli şəkilçidir. Deməli, bizə lazım olan söz D variantındakı sözdür ki, həmin sözdə yuxarıdakı sözlər kimi 2 leksik, 2 qrammatik şəkilçi verilmişdir. Aydındır mı? Ona görə bəli, bu testimizin də doğru cavabı kimi D-ni götürmək lazımdır. İzlədiyinizə görə təşəkkür edirəm. Uğurlar.